İlk dəfə Həzrət Peyğəmbər Əsəlamın peyğəmbərliyin təsdiq eləyən, onu qəbul eləyən, ona ləbbeyk deyən, İslamı qəbul eləyən xanım Xədicə Kübra əleyhissalamdır və onunla da birlikdə Həzrət Mövlay Müttəqiyan əleyhissalam olmuşdur. İslamı diri saxlayan iki şey olubdur ki, Peyğəmbər əleyhissalam buyurur. Buyurur ki, Əlinin qılıncı və xanım Xədicə Kübra əleyhissalamın sərvəti. Odur ki, İslam iki şeydən rövnəq tapıbdır, güclənib və İslamın dirçəlişi nədəndir? Güc, qüvvə və sərvət. Bunların ikisindən biri olmasa, İslam irəli gedə bilməz. İki şey mühümdür. Həm gücün olmalıdır, qüvvən olmalıdır, şücaətin olmalıdır, həm də sərvətin olmalıdır, büdcən olmalıdır, pulun olmalıdır. Elə fəqət şücaətlə olmaz. Xanımın 6 evladı olmuşdur. O evlatlardan 4'ü qız olmuşdur, ikisi oğlan olmuşdur. Zeynəb, Rüqəyyə, Ümmü Gülsüm və Fatimə Peyğəmbər Əsəlamın qız evlatları idi və iki oğlu Qasım və Abdullah xanım Xədicə Kübranın, belə deyək, Peyğəmbər Əsəlamın iki evladı idi, amma müəyyən tarixdə bəzi məsələlərdə ixtilaf var. Xanım Kübra əleyhissalam, yəni Xədicə Kübra əleyhissalam qeyd olunur ki, 4 qız ki var, adlarını çəkdik. O Peyğəmbər əleyhissalamdan yox, xanım Xədicə Kübra əleyhissalamın bacısının qızları idi ikisi. Tarixi əgər biz araşdırsaq, Həzrət Peyğəmbər əleyhissalamdan əvvəl qeyd olunur ki, xanım Xədicənin 2 həyat yoldaşı olub. Amma Seyyid Mürtəza, böyük müştehid alimlərimizdən təhqiqatında, Şafi kitabında və o cümlədən Şeyx Tusi Təlxiz kitabında qeyd edibdir ki, Həzrət Peyğəmbər Əsəlamın həyat yoldaşı Xədicə özündən əvvəl heç bir həyat yoldaşı olmayıb, heç kəslə həyat qurmayıb və Peyğəmbər Əsəlamla ilk həyat qurduğu zaman bakirə bir xanım olubdur ki, bu da bir bizə əsas verir ki, biz də bunu qəbul edirik. Həm əqli baxımdan, həm də nəqli baxımdan, həm də mərifətullah bizə onu deyir ki, Həzrət Peyğəmbər Əsəlamın xanımı heç kəslə həyat nə əvvəl, nə axir qurmayıb, məgər Peyğəmbər Əsəlamla həyat qurubdur. Və həmsinin Rüqəyyə və Zeynəb adlı qızları Xədicə əleyhissalamın bacısı Halə ilə, yəni Halədən olan onun ailəsinə aiddir ki, onu da Peyğəmbər Əsəlamın adına yazıblar. Bu da tarixi məsələlərdir ki, bunlar bəhsdir. Elə bir dərəcəyə çatıbdır Xədicə ki, Peyğəmbər Əsəlam, Həzrət Cəbrail ona nazil olanda ki, ey Rasulallah, Xədicə hardadır? Məsəl üçün, Həzrət Peyğəmbər Əsəlam buyurur ki, filan yerdədir. Həzrət Cəbrail əleyhissalam ona deyir ki, gələndə ona Allahın salamını söyləyinən. Gör, nə qədər dərəcəsi var idi ki, Allah ona öz mələyi ilə salam göndərərdi. Və Həzrət Peyğəmbər əleyhissalam buyurur ki, dünyada 4 xanım var ki, onlar dünyanın seyyidəsidir, xoşbəxtidir, fəzilətlisidir. Onlardan üstün heç bir xanım yoxdur. Birincisi Həzrət buyurur ki, Xədicə binti Xuvayld, ikinci Fatimə, mənim qızım və Həzrət buyurur ki, Asiyə binti Müzahim və Məryəm binti İmran. Bu 4 xanımdan fəzilətli heç bir xanım yoxdur. O qədər o xanımda əzəmət və şərafət var idi. Rəvayətlərdə qeyd olunan onun fəzilətlərindən diqqətinizə çatdırım. Böyük tanınmış alimlərdən qeyd edirlər bir hədisi ki, Həzrət Peyğəmbər Əsəlam o qədər o xanıma bağlı idi, məhəbbəti var idi ki, o xanım hətta dünyada olmayanda, dünyadan köçəndə Həzrət Peyğəmbər əleyhissalam o xanımın dostları üçün, bizim indiki dillə desək, rəfiqələri üçün hədiyyə göndərərdi. Yəni xanım Xədicənin rəfiqələrinə Peyğəmbər əleyhissalam hədiyyə göndərərdi. Və hətta bəzən olurdu ki, xanımın bacısı Peyğəmbər əleyhissalamın yanına gələrdi, qonaq gələrdi. Həzrət Peyğəmbər əleyhissalam
ona çox ehtiram eləyərdi və hətta tarixlərdə qeyd olunubdur ki, Həzrət Peyğəmbər əsəlamın yanına xanımlar gələrdi ki, Həzrət onlarla müəyyən söhbətlərdə, məsələlərdə həll eləyib çox ehtiramla yola salardı və Həzrət Peyğəmbər əsəlamdan soruşardılar ki, bunlar kimdir ki, sən bunlara bu dərəcədə ehtiram edirsən? Həzrət buyurardı ki, bunlar mənim həyat yoldaşım Xədicənin dünyada yaxın rəfiqələri olubdur. O qədər Həzrət o rəfiqələrinə də hətta ehtiram eləyərdi. Başqa tarixi mənbələrə əgər diqqət eləsək, görərik ki, Həzrət Peyğəmbər əsəlam buyurur ki, Xədicə belə bir xanımdır ki, onun kimi xanım olmayıbdır. Həzrət buyurur ki, hamı məni yalanlayanda, məndən qaçanda xanım Xədicə məni təsdiq eləmişdir, məni himayə eləmişdir. Və Həzrət Peyğəmbər əsəlam buyurur ki, xalqın qarşısında həmişə xanım Xədicə Kübra əleyhissalamın şərafətli olduğunu qeyd eləyərdi. Və bu da həmsinin gəldi bir zaman ki, İmam Həsən və İmam Hüseyin əleyhissalam özü xalqın qarşısında çıxış eləyəndə qeyd eləyərdi ki, əyyuhənnas, ey insanlar, sizə xəbər verim, insanların ən xeyirlisin, səslənərdilər ki, deginən, tanıt o kimdir? İmam buyurardı ki, o mənim cəddim və nənəm Xədicə Kübradır. İnsanların ən xeyirlisi. Və həmsinin Həzrət Peyğəmbər əsəlam buyurur ki, hamıdan ilk məni qəbul eləyən kişilərdən Əli olubdur və xanımlardan xanım Xədicə olmuşdur. O cümlədən də əgər biz baxsaq, oxuduğumuz varis ziyarətnaməsi var ki, məfatihdə o var. Qeyd olunur orada, salam oxunur. Əssalamu aleyk yəbnə Muhammedil Mustafa sallallahu aleyhi və səlləm. Və qeyd edilir, Əssalamu aleyk yəbnə Aliyinir Murtaza, Əssalamu aleyk yəbnə Fatimədən Zəhra, Əssalamu aleyk yəbnə Xədicədəl Kübra. Görsən ki, o salamlarımızda da xanım Xədicə Kübra əleyhissalamın haqqında dua edirik və salam oxuyuruq. Bu qədər əzəmətdə olan xanım, baxırsan ki, Peyğəmbər əleyhissalamın xanımlarının içində olmayıb. Bəzən də Peyğəmbər əleyhissalamın xanımı Aişə xanımdan rəvayətdə var, Müslimdə var, digər kitablarda çoxdur. Deyir ki, mən Peyğəmbərin Xədicəni yad eləyəndə ona olan eşqinə, məhəbbətinə həmişə qısqanırdım və istəmirdim ki, Peyğəmbər o haqda nəsə bir söz desin. Hətta bir dəfə gördüm ki, Həzrət Peyğəmbər əleyhissalam ağlayır. Soruşdum ki, niyə ağlayırsan? Həzrət Peyğəmbər əsəlam buyurdu ki, Xədicə üçün ağlayıram. Xədicədən ötəri Həzrəti yad elib göz yaşı tökərdi. Ayşə xanım deyir ki, mən dedim, axı nə yapışmışam bu dişləri tökülən qoca arvaddan? Mən sənin üçün cavan, ondan da cavan və ilaxirə. Deyir, Həzrət Peyğəmbər əleyhissalamın qəzəbləndiyini görürdüm ki, rəngi qaçırdı və çox qəzəbi bir hala düşürdü. Və bu cürə bir xanım Həzrət Peyğəmbər əleyhissalamın əmsi Əbu Talib dünyasını dəyişəndə Həzrət 3 ay keçmir xanım Xədicə Kübranı itirir. Üst-üstə iki böyük qəmgin bir hal, dövr Peyğəmbər əleyhissalamı hüzün bürüyür. Tarixlərdə də baxsanız, Amul Huzn deyilər. O ilə ki, hüzünlü il. Xanım Fatimə Zəhra əleyhissalamın anası dünyasını dəyişəndə 5 yaşlarında olubdur. Peyğəmbər əleyhissalam onu gətirir məzarın yanında, Məkkədən kənara. İndi o ki, həmin o qəbristanlıq Məkkəyə elə demək olar ki, bitişikdir. Şəhər ki, böyüyübdür, həmin qəbristanlıq bitişikdir. Həzrət Peyğəmbər əleyhissalam Xədicə Kübra
onu mühafəsini gətirib qəbrin kənarına qoyur və düşür qəbirdə özü uzanır və öz köynəyini xanım Xədicə Kübra əleyhissalama bükür və özü qucağına götürür, xanım Xədicə Kübra əleyhissalamı qəbrə qoyur və üstünə torpağı tökür. O qədər ehtiram, o qədər əzizləmək. Peyğəmbər əleyhissalam baxırsan ki, bu əzəmətli xanımı o halda ki, eyni ilə Mövla-i Müttəqiyyən Əli əleyhissalamın anasını da heləncinə dəfn eləyir. Köynəyin bükür, özü düşür qəbrə əvvəlcə yatır, sonra Əli əleyhissalamla bahəm onu məzara qoyurlar.